riya şirkdəndir. Riya şirkdəndir. Və bu da hədisdən alınmışdır. Axofu mə axafu aleykum əşşirkul əsqar. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sizin üçün ən çox qorxduğum kiçik şirkdir. Və bu barədə soruşulanda deyir ki, riyadır. Və bu da onu bildirir ki, riya şirkdəndir. Riya da nədir? İnsanlara görə salih əməlini ortaya çıxartması, gözəlləşdirməsidir. Yəni Allah üçün yox, insanlara görə. Necə ki, başqa hədisində buyurur ki, يَقُومُ الرَّجُلُ فَيُصَلِّ فَيُزَيِّنُ صَلَاتَهُ مِنْ أَجْلِ نَظَرِ الرَّجُلِ. Yəni, insan namaza qalxar, insanların ona baxmasından dolayı namazını gözəlləşdirər. Necə ki, namazını gözəlləşdirir, bəzi sünnələri yəni daha tətbiq etməyə, yaxşı yerinə yetirməyə çalışır. Ona görə ki, arxada insanlar var, sağında, solunda, yəni insanlara görə namazını bəziyir. İnsanlara görə namazın sünnələrini tam şəkildə yerinə yetirir.